Qazaxıstanın Aktau şəhərində Azərbaycan və Qazaxıstan Konstitusiya və Suverenlik ilində əlaqələrin möhkəmləndirilməsi adlı 1-ci Azərbaycan-Qazaxıstan Yay Gənclər Məktəbi uğurla keçirilib. Tədbir Azərbaycan Mərkəzi İctimai Fondu Azərbaycan Respublikasının Diaspora İş üzrə Dövlət Komitəsi ilə birgə Azərbaycan Respublikasının Aktau şəhərindəki baş konsulluğu və Qazaxıstanın Yesenov Universitetinin dəstəyi ilə təşkil edilib. Yay məktəbi Azərbaycan və Qazaxıstan arasında iki tərəfli münasibətlərin möhkəmləndirilməsində mühüm addım olub. Azərbaycan, Qazaxıstan və digər Türk dünyası ölkələrindən 40 dinləyici konstitusiya quruculuğu, suverenlik tarixi və mədəniyyətlər arası dialoq sahəsində təcrübə və bilik mübadiləsi aparmaq üçün unikal imkan əldə ediblər. Yay məktəbinin zəngin proqramına seminarlar, treninqlər, Abiş Kekilbayevin adını daşıyan muzeyə ziyarət və dəniz ekskursiyası daxil olub ki, bu da iştirakçılara iki ölkənin tarixini, mədəniyyətini və ictimai həyatını dərindən anlamağa imkan verib. İyunun 14-də keçirilən təntənəli bağlanış mərasimində Azərbaycan, Türkiyə, Özbəkistan və Türkmənistanın baş konsulları iştirak ediblər ki, bu da tədbirin yüksək səviyyəsini vurğulayıb. Yay məktəbinin bağlanışına həsr olunmuş bayram şam yeməyində müxtəlif dövlət qurumlarından rəsmilər çıxış ediblər. Onlar yay məktəbinin uğurla keçirilməsindən məmnunluğunu ifadə edərək, təhsil və mədəniyyət sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinə hazır olduğunu bildiriblər. Sertifikatların təqdim olunmasından sonra Azərbaycanlı müğənni Rafaelin çıxışı qonaqlar tərəfindən çox yüksək alqışlarla qarşılanıb.